En yaxşısı öz işimdir. Öz işimi qurum, özümə işləyim. Niyə gedib kiməsə işləməliyəm? Bu fikirdə olanlara səslənirəm. İndi bazar gündür. Səhər saat 6-da işə gedirəm ki, müştəriyə yalancı çıxmayım, müştərinin məhsulun vaxtında təhvil verim. Yəni, belə nüanslar var. Öz sexmatında fikirləşmirdim ki, yəni, belə öhdəliklər deyilən bir şey var da, sən məsələn kiməsə işləyəndə bu öhdəliklər yoxdur, sənin iş vaxtın var. Gedirsən səhər 9-da 10-da, axşam maksimum 5-6-ya kimi çatdırdın, çatdırmadın. O gün sənin problemin deyil də, yəni onu sexin yəsi nəzarət eləyir, vaxtı götürür, təhvil verir. Amma belə sən özün götürəndə nə deyirlər Azərbaycanda, zakazı da belə deyim. Sən özün götürəndə məcbursan ki, bunu ya gecələm 12-yə kimi işləyəsən, ya səhər saat 6-dan gedəsən. Baxmırsan, bazar gündür, birinci gündür, günlər qarışır ona görə. Düzdür, bunun da öz müsbət cəhətləri var. Məsələn, əgər işi biraz tələsik deyilsə, həmin gün gəlməyə bilirsən, ya da işləri belə düzüb qoşursan ki, belə deyim də, sənin istirahət və uyğun zakazı götürürsən. Tutaq ki, gələn ayın 10 gün işləmək istəmirsənsə, müştəridən zakaz götürəndə o həmin 10 günə sala bilmirsən, salmırsan da daha doğrusu. Belə bir müsbətlər var, sadəcə indiki vəziyyətdən istədim bir bölüşüm. Sakitçilik. Belə.